Əli radiyallahu anh dedi ki, onlar bizim azın qardaşlarımızdır. Dedi, əlhəmdülillah. Mən indi gətirəcəm qardaşlar, Əli radiyallahu anh deyib, deməyib, niyə deyib, nə deməyib. Əli radiyallahu anh da xavariclər üçün nə var idi, deyəcəm onu. Əlhəmdülillah. Əli radiyallahu anh başımızın tacı, gözəl. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, onlar cəhənnəm köpəkləridir. Yer üzərindəki öldürülmüş ən şərlilər və onların öldürdülər ən xeyirlidir. Yəni, gördün öldür. Gördün öldür. Əgər mən onların vaxtına çatsam, Ad və Səmud qovmu kimi məhv eləyəcəm deyir onları. Hamısını qıracam. Necə ki, Allah onları öldürdü, mən öldürəcəm. Götür, hansını götürürsən? Yenə deyirsən ki, Ərəblə deyir ki, qardaşlarımızdır. Ərəblə adamdır. Qurmuram, demirəm, odur. Adamdır mı? Xata eləyə bilərmi? Dediyi səhv ola bilərmi? Mən etiqad edirəm ki, səhvdir. Muhammed sallallahu aleyhi ve sellem dediyi söz haqqında mən səni bunu gözləyirəm. Ki, bismillah de. De ki, Muhammed sallallahu səhv deyil. De. O birisi ölənlərə 4 təkbir gətirir, sənə təkbir də gətirməyəcək, sən kafirsən. Bismillah, gözləyirəm, ürəyimə oğlan var mı eləncə desin ki, yox, yaxı, bilirsən, Muhammed sallallahu deyib, amma qardaş deyək, yaxşı oğlan. Elə şey var, Allahın dinində elə var, oyun oynayırıq. Yoxdur, qardaş. Uşaq danışma. Ehtiyacın var, öl. Hansı sahabə ehtiyacın var deyib, xavariclə yaşayıb, ha? Elə şey olur. Adama təsəvvürlə, qardaşlar, biri ilə danışıram. Mən demirəm, faiz götür, faiz yer, nə bilim, neylə. Onsuz da eləyirsən, 2 zərərdən ən xəffi olmalıdır. Dedi ki, gedib xavaricədən pul götürəm, deyim, get faiz götürdü, olmaz. Aydındır. Onlardan alma, onlara satma, bazarın yolunu göstərmə. İmam Əhməd deyir. Sən nə deyirsən? Xavariclər üçün, qardaşlar, Əli radiyallahu anh nə var idi? Qalanc. Nəhravanda qalanc. Nəyin qardaşlığı, nə danışsan sən? Əli radiyallahu anh xavariclər üçün yeganə bir dənə şey var idi, o da qalanc idi. Onları kəsəndən sonra, aydındır, və leş, cəhənnəm köpəklərini ora sərəndən sonra başçılarını tapıb Allaha şükür səcdəsi eləmək var idi Əli radiyallahu anh. Qardaşlıq yox idi. Əli radiyallahu anh söz deyib mi xavariclər haqqında? Deməyib. Elə şey deməyib. Qardaşlarımızdır. İxvanı Rabbağu aleynə. Deyib mi? Deməyib. Muaviyyə radiyallahu anh və qoşun haqqında deyib mi? Deyib. Aydındır. Muaviyyə radiyallahu anh və qoşun haqqında deyib ki, İxvanı qardaşlarımızdır. Döyüşürlər, axı, öldürürlər. İki də tayfa arasında fərqə bax. Öldürür. Hətta İbn Abbas onu göndərmirdi oraki söhbət eləsin. Qoymurdu. Deyirdi, getməklə. Məndə olar üçün bir dənə qılıncdır, çox qutardı. İbn Abbas deyir ki, gedim də, gedim söhbət edeyim, görüm nə var da ya. Düşünə bilərsən ki, subhanallah. Axı, İbn Abbas elədi, axı, mən də gedim söhbət edeyim. Ged elə, əgər sən İbn Abbassansan, belə bir dənə şey gələ bilər. İndişin xavarici o vaxtın şeydir, qardaş, o vaxtın xavarici tabiin idi. Quranı əzbər bilirdilər, sünnəni bilirdilər. Sahabənin tələbəsi idi o. Sahabənin öyrətdiyi adamlar idi, bilirsən? Sən bu gün özünə etibarlısan ki, sən azmayasan,